Bugün Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhəri Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan icması ilə görüşə ev sahibliyi edir. 21 müxtəlif ştat və şəhərdə fəaliyyət göstərən Azərbaycan icmasının liderlərinin, eləcə də müxtəlif ali təhsil ocaqlarında təhsil alan tələbələrin və gənclərin qatıldığı bu görüşdə şəbəkələşmə, icma fəaliyyətləri və gələcək layihələr əsas müzakirə mövzusu oldu. Mən Nigar İbrahimova 9 ildir, 9 ildən artıq da Azərbaycan xaricində yaşayıram və diaspora işində könüldən xidmət göstərirəm. İcma görüşündə 100-dən artıq adam iştirak elədim. Bu böyük bir rəqəmdir. Bugün hər işini qoyub gəlmək və Azərbaycana bağlılığını göstərmək, bu Azərbaycan evi daxilində, alyans daxilində və buradakı təşkilati icma daxilində göstərdiyimiz, qazandığımız etimadın nəticəsi idi. Bunun üçün qürur duyuruq və gələn hər kəsə ürəkdən təşəkkür edirik. Onlar buradan sadəcə ideyalarla qayıtmadılar. Onlar buradan dostluqlar, əməkdaşlıqlar, mənim düşündüyümü o da düşünürmüş, onunla necə bir iş görə bilərəm deyə fikirləşib qayıtdılar. Bu çox önəmli idi. Adım İlyas Vəliyevdir. Bu tədbirə Virginiyadan gəlirəm. Hal-hazırda elektronika mühəndisliyi üzrə sonuncu kursam. Bu cür tədbirlərin təşkilatı məncə çox önəmlidir və mən də bu tədbirdə təsisatçısı olduğum Bizim Circle platformasının çıxışını etdim. Bizim Circle-u bəziləriniz tanıyırlar bəlkə də və biz buna yeni bir proqram təsis etdik. Adı Bizim Circle Insider'dır. Burada Amerikada çox məşhur olan bir məsələ var ki, referral tapmaq çox çətin bir şeydir. Biz də istəyirik ki, Azərbaycanlılar əlimizdə varsa və bir toplum varsa, bir platforma varsa, bu icmanı bir-birinə kömək eləmələri üçün necə sistemləşdirə bilərik? Bununla da Bizim Circle Insider'ı təsis etdik. Düşünürük ki, gənclərə, iş axtaranlara çox kömək olacaq. Mən Quliyeva Günay, artıq 4 ildir ki, Amerikanın Virginia ştatında yaşayıram. Burada Azərbaycanımı təmsil edirəm. Azərbaycan dilindən övladlarımıza dərs deyirəm ki, onlar Azərbaycan dilimizi unutmasınlar. Diasporaya böyük təşəkkürümü bildirirəm ki, bugün o bizi ilə görüş təşkil etdi, bizim suallarımızı cavablandırdı, bizim hamımızı bir araya topladı. Burada bu görüşdə bütün ştatdan qonaqlarımız, Azərbaycanlılar gəlmişdilər və mən burada da arzularımı söylədim. İstəyirəm ki, bütün Azərbaycanlılarımız harda olurlarsa olsunlar, dillərini heç bir zaman unutmasınlar. Sevda Tahirli, Amerika'da Azərbaycan evinin rəhbəriyim. Bugünkü gündə medalım təqdim olundu. Bu da çox sevindirici haldır. Bu mükafatın alınmasında təkcə bu mükafat mənim deyil. Burada olan, mənə dəstək olan bütün icmamızın adından qəbul edirəm. Mənə dəstək olan yaxın dostlarımın, yaxın Azərbaycanlıların adından qəbul edirəm və Diaspora Təşkilatı başda Fuad Muradov olmaqla bütün komandasına təşəkkürlər edirəm. Hər zaman yanımızda oldular. Bütün projələrimizin həyata keçirilməsində dəstək oldular. Yəni bizlə bərabər işlədilər bu sahədə. Mənim adım Behruz, soyadım Fərruxi, Təbrizdənəm. Bu günlərdə gördüyünüz kimi Azərbaycanlılar istər güneyli, istər quzeyli burada iştirak etmişdilər. Şahid oldunuz, biz də güneyli, quzeyli bir Güney Mənif Abidiyə bərabər bir kiçik sürpriz olaraq bir musiqi icra elədik. Mən özüm oxuyuram, səsim vardır və həmişə arzum bu idi Bakıda gedəm konservatuvar bitirəm, amma həyat belə oldu ki, məni gətirdi bura saldı. Mən də çox sevinirəm ki, siz də gəlmişsiniz, səsimizi, burada olan işləri çatdırırsınız.
içəridə olan, istər o taylı, istər bu taylı soydaşlar burada. Elmar Bayramov Amerika Birləşmiş Ştatlarında Black Garden və Oldstone şirkətlərinin həm yaradıcısı, həm də eyni zamanda orada prodüser və rejissor kimi fəaliyyət göstərirəm. Biz artıq 2017-ci ildən Amerikada yaşayırıq və o illərdən artıq müharibə və müharibədən sonraki illərə qədər Azərbaycanla bağlı müxtəlif layihələr həyata keçirilmişdik. Həm sənədli filmlər, həm mitinqlərin çəkilişləri və bundan başqa müxtəlif layihələr, istər kino, istər beynəlxalq festivallarda Azərbaycanın təmsil olunması və bu səbəbdən artıq bir neçə illik fəaliyyətin nəticəsində bugün çox sevindirici bir vəziyyət oldu ki, məni diaspora fəaliyyətinə görə medalla təltif edildi və medalı Diaspora Komitəsinin sədri Fuad Muradov təltif etdi və buna görə doğrudan da bu illər ərzində komitənin bizim fəaliyyətimizə göstərdiyi dəstəyə görə təşəkkürümü bildirirəm. Çünki bu illər ərzində çox müxtəlif layihələr oldu və bu layihələrdə kifayət qədər çətinliklər var idi, amma buna baxmayaraq bu müddət ərzində bizə sürətli şəkildə məsələ kömək eləməyə, yardım etmək deyil, bu uzun müddətdə də ola bilər, amma anında və lazım olan köməkliyi yerində göstərilməsi işin, fəaliyyətin keyfiyyətli nəticələnməsinə səbəb olur. Ona görə də komitəyə təşəkkürümü bildirirəm ki, bu müddət ərzində bizə ciddi mənada dəstək olmuşlar. Adım Şəhriyardır. Biz San Fransiskodan gəlmişik. Bugün Nigar xanım və Nurlan bəylə biz AI forumu haqqında danışdıq. Hansı ki, planlayıq noyabr ayında baş tutacaq. IT üzrə olan mütəxəssisləri bir araya gətirib müəyyən bir workshoplar təşkil etməyi düşünürük. Eyni zamanda QOAP layihəsi haqqında danışdıq. QOAP layihəsi yerli, dünya üzrə xaricdə və yerli olan mühəndisləri bir araya gətirir. WhatsApp qrupunda hardasa 1000-ə yaxın üzvümüz var. Bundan web saytımız da var, qoap.vc. Hansı ki, xaricdə yaşayan mühəndislər ölkəyə məzuniyyətə gedərkən öz təcrübələrini yerli mütəxəssislərlə bölüşürlər Coffee Meet formatında, amma bəzən də olur ki, Coffee Meetlər kifayət eləmir, ona görə daha böyük venuelar götürürük. Canımıza bağlıyım bu torbağa bu